Yeni gündən, yeni vlogdan hər birinizi salamlayıram xanımlar. Günümüzə və videomuza xoş gəldiniz. Bugün yağışlı, yağmurlu, bərəkətli gündür. Allahdan gələn bərəkət bol-bol olmuş olsun evlərimizdə. Ən gözəl, ən sağlıqlı, ən bərəkətli günlərdən biri olsun bu günümüzdə. İstədim ki, yağışı seyr edə, təbiətə baxa-baxa bir stəkan çay içəm. O da ki, mən ortalığa çıxardan atan, hazırlayatan çayı yağış dayandı. İndi yağır, çox xırda yağır. Telefonumun kamerasına düşmür. Bugün xanımlar, sizlərə çox xeyirli bir otun tarifini verəcəm. Allah uzaq eləsin. Şəkər, diabeti olan insanlar üçün. Mənim yoldaşımın diabet xəstəliyidir, bilirsiniz, şəkəri var. Bunu hər videomda da demişəm. Olur da insanlarda bu xəstəliklər olur. Hər insanda olur artıq. Bir çox insanlarda rastlayırıq daha. Çoxalıbdır bu diabet xəstəliyi. O otun tarifini verəcəm. Nətər edirik, həncər edirik. Çox xeyri var. Həqiqi çox xeyri var. Baxın, özüm üçün də süzmüşəm, dəmləmişəm. Səhər ertə dəmləyirəm. Bir stəkan yoldaşım içir. Yerdə qalanı da ki, sonra mən içirəm. Qandayı olan xolesterini aşağı salır. İnsulini stabilni tutur. Şəkəri öz səviyyəsində tutur, stabilni tutur. O pis xəstəlik var. Allah uzaq eləsin hər kəsi. Ağzıma almaq istəmirəm. O xəstəliklərdən uzaqlaşdırır insanı. O xəstəliklərin düşməsinə icazə vermir. Yəni, çox xeyirli bir otdur. Bunu hamımız bilirik, hansı otdur. Əgər rastımıza düşərsək, bunu dənləyib, qurudub, hər zaman istifadə edə bilərik. Diabet olan insanlar istifadə edə bilər. Normal xəstəliyi olmayan insanlar istifadə edə bilər. Məsələn, mənim diabetim yoxdur, çox şükür Allaha. Mən istifadə edirəm. 3 gündür artıq özümü bomba kimi hiss edirəm. Qonşular çöldə. Hər kəs çöldə nə də gözəl görünür. Burada nətərdir, bilirsinizmi? Çəkilişlərə heç kim atqaz etmir. Məsələn, şəxsən mən burada elə görmüşəm. Bu haqqında da mənə suallar vermişdilər bir çox xanımlar. Siz insanlardan xəbərsiz necə çəkiliş edə bilirsiniz? Çünki mən artıq tanıyıram, cəmaatı bilirəm, insanları tanıyıram. Elə bil ki, sosial media insanlarıdır. Buranın xalqı elədir. Bazarlarda çəkiliş edəndə hər kəs deyir, bizi də çək, bizi də çək. Ona görə belə rahat çəkiliş etməyimə atqaz yoxdur. Nəysə, günümüzə bismillah dedik. Video açdım, Allaha şükür sizlər üçün. Bir gün özüm üçün istədim ki, vıxadnoy edəm. Bir günüm 2 gün oldu, 2 günüm 3 gün oldu, 3 günüm də gördüm 4-ə keçmək üzrədir. Dedim, artıq tormuzda bir video aç, işinin üstündə dur. İzləyicilərini nigaran qoyma. Həm də ki, baxın, bu otun tarifini verəcəm. Gedib bərabər dənləyəcəyik. Bu hansı otdur? Həyat evində yaşayan insanlar çox-çox rastlaşır. Bizim də yollarda, küçələrimizdə doludur. Gedib, yığıb, gətirib, həm istifadə edəcəm, həm də qurudacam, saxlayacam. İrəliyən vaxtlarda da istifadə edərik. Səhər-səhər getdim, alış-veriş etmişəm. Yoldaşım işə gedən ətəm. Dedim, məni marketə apar, gətir. Getdim, evin ehtiyaclarını aldım. Belə xırda para, nə azalıb onu aldım. Düyüdür, pesokdur, makarondur, nə bilim, dozda Allah verəndən. Bu da ki, qatıqdır. Bunu özüm mayalamışam. Dünən süd almışdım. Kənd südü. Gətirdim, bişirdim. Qəşəng mayaladım. Belə balaca-balaca qablarda səliqəli mayaladım. Yarısını bu cür etdim. Yarısını da şirəli qazanda etmişəm. Şirəli qazanda etdiyimi bugün yox, sabahda zadı bəlkə doğğa pişirdim. Baxın, nə də gözəl alınıb, qızlar. Daş kimi qatığımız alınıbdır. Bunu mən nətər mayalayıram, bilirsinizmi? Südü qaynamağa qoyuram, bişməyə yaxınlaşanda. Süd qaynamaq istəyəndə əlimə kəfkiri alıram, qarışdırıram. Belə qarışdırıram, buxarlandıqca buxarlanır. 10-15 dəqiqə qarışdıra-qarışdıra qəşəng qaynadıram. Əgər südün tərkibində su varsa da, o su buxarla hamısı gedir. Həm süd yağlı olur, həm də ki, mayalayanda, baxın, belə bu cür daş kimi bərk qatığımız olur.
İndi bilmirəm, siz görmüsünüz, görməmişsiniz. Comuş qatığına, comuş qatığı kimi bərt alınır. Biz görmüşük, yəni kənd yerində böyümüşük deyə görmüşük. Qəşəng alınır. Südü mayalayanda, baxın o cür mayalayıram. Mayasını da çox az tökürəm, turş olmasın deyə. Çox az, belə gözəl açıram. Bir çay qaşığı tökürəm. Ondan sonra üstünü örtürəm, mayalanır bir neçə saata. Hava açılmaq istəyir də, yenə təzdən yağış yağmaq da istəyir. Baxın, açılıb da o tərəfdən bulut gəlir. O bulut gəlinətən gedib o ot ələfə deyirdim, ondan yığıb gətirəcəm. Sizə də göstərəcəm hansı otdur. İstifadə etmək lazımdır. Normal, sağlıqlı insanlar da istifadə etmək lazımdır. Çünki tərkibində çox vitamin var. Çox vitaminli bir otdur. Burada da ki, mənim gözəlliklərim, maşallah, maşallah, hər gün gözəlləşə dururlar. Neyse, işimizə, gücümüzə başlayaq qızlar. Bugün tək deyiləm. Melis də mənlə birlikdədir. Melis! Melis! Adını nə gözəl tanıyırsan? Melis! Gəl, getdik. Gedək, indi gülümüzü, çiçəyimizi yığaq. Diabet xəstəliyinin birə-bir dərmanı olan qızlar. Bayaq baxdım, YouTube'da adı nədir? Baxın, bu sarı güllər. Zəncir otu. Baxın, bunun solanını yox, belə açanını yığırsan buradan. Həm qurudursan, həm elə bu cür dəmləyirsən. Mən dəmlədim bir nə qədər. Qaçaz. Qaçalım, ayağıma dolaşma, yer buradan. Baxın, indi hələlik biraz yığacam. Çünki yağış yağıbdır deyə yaxşı yoxdur. İndi bunların hamısı səhərə açacaq. Qaçsana. Qaç qız. Açacaqdır. İndi biraz yığıram. Səhər ertə dəmləməkdən ötəri. Baxın, harada görsəniz bunu yığın, istifadə edin. Melis. Melis. Başı qarışıb. Biraz yığacam, çox yığmayacam hələlik. Yağışın altında qaldığına görə çiçəkləri yaxşı döyülür. Qaç. Qaç. Nədir? Melis. Səndən ötər dartıb bəzi xanımlar, bəzi izləyicilərimiz. Baxın, mənim əzizlərim, bu otu harada görsəniz, yığın, çiçəklərini istifadə edin. Həqiqi mən demirəm, istifadə etdim, çox xeyrini gördüm. İndi bunu aparıb suda saxlayacağım, bir nə qədər təmizlənsin bu ləçəklərinin dibləri. Ondan sonra dəmləyəcəm. Səhər tezdəndən yığmaq lazımdır. Bizim bərəkətli ağaçlarımıza baxın. Artıq töküb, vişnə ağacıdır. Hər yer dolu ağacdır, bax, yolda, izdə. O bizim darvazanın qarşısındaydı, nə ağacıdır bilmirəm. Hər yer doludur. Yaz vaxtı gələndə indi birazdan da tökən vaxtı dərib istifadə edəcəyik. Burada cəmaət elə gözəldir ki, vallahi heç nə demirlər. Yəsimənə baxın, yəsimən də qırıb aparıb. Evə qoymuşdum dünən. Bundan qoymuşduq. Bacım da gətirmişdi. Yəsindən soruşub gətirir. Yəni, kirmitcə də götürmür. Yerə soruşuruq, olar mı? Olar deyirlər hamısı da. Evə gələndə əli boş gəlmədim qızlar. Yenə bol-bol göyərti yığıb, yığışdırıb gəlmişəm. Babuşkan bağında qəşəng yenə göyərtilər çıxmışdı. Dedim, yığım, yığışdırım, aparım, bişirərəm. İndi birazdan bir həftəyə artıq qocalacaqdır. Bişiriləsi kimi olmayacaq. İndi çox gözəldir, əmlikdir. Mənə deyirlər, sual verirlər ki, menünüzə ət yeməkləri də artırın. İnanın ki, xaladinlikin buzluğu ət doludur. Biz əti alanda 30-35 kilo birdən alırıq. Mal əti istifadə edirik. Belə göyərti yeməklərinə də üstünlük veririk. Çünki ət yeməyini bizim ailədə uşaqlar, yoldaşım mal əti yeyir. Uşaqlar yemir demək olar. Zorla bir tikəni yedizdirirəm. Mən də ki, yeyirəm də elə ürəklə hər gün ət olsun demirəm. Amma elə ailələr var, hər gün sürəsində ət olmazsa qarınları doymur ailə sahiblərinin. Var elə ailələr.
Bizdə də belədir. Ət doludur buzluğun içi. Dünənlərim qəşəng noxudlu bozbaş pişirmişdim. Çox da dadlı alınmışdı. Dünən bozbaş pişirdim. Bugün fikrimdə yox idi. Bunu dənləyib mən pişirərəm. Amma gördüm qəşəngdir, əmlikdir. Üstündən də yağış yağıb, yağış dəyibdir. Dedim, ərinməkdənsə yorulmaq yaxşıdır. Həm də çox vitaminli bir bitkidir qızlar, bu bitki. Bəzi xanımlar bəlkə pis başa düşərlər ki, nə, imkan mı yoxdur, ət yeməyim yoxdur, Allaha min qat şükür, yox deməyim. Allah verdiklərini əlimizdən alar, şükür Allaha verdiklərinə. Ət də var, kənd çorbası da pişirirəm. Ən çox toyuq əti pişirəndə kənd çorbasını üstünlük verirəm mən. İndi o biri cücələrdir, o biri toyuqlardır, alanda mağazin toyuqlardır. Pişirir, istifadə edirik, amma kənd çorbasını daha çox üstünlük veririk. Göyərtilərə də daha çox üstünlük veririk. O da yaz qabağı, ıspanaq pişirərik. Baxın, biz buna balba deyirik. Bundan pişirərik. Ondan sonra, nə bilim, vitaminli otlardır, göyərtilərdir. Bunu çox pişiririk. Bizdə məsələn ətə çox üstünlük verilmir. Xəngəlində yeyirlər uşaqlar, dolmasını yeyirlər. Sadəcə bozbaşıdır, buğlamasıdır. Belə olanda yemirlər. Bir də göyərti yeməklərini xoşlayırlar. Bu dəfə yümədən doğradım qızlar. Keçən dəfə yuyub doğramışdım. Yenə təkrar olaraq yumuşdum. Bu dəfə yümədən doğradım. İndi bunu gətirib yarım saat suda saxlayacağım. Yarpaq diblərində, sapaqlarında olan daşdır, palçıqdır, hər nə varsa hamısı suya qarışsın, çıxsın, təmizlənsin deyə. İri-iri doğramışam, baxın. Hər tərəfindən kəsdim, tökdüm, belə sapaqlı zaddır doğradım. Vitamin ən çox sapağındadır balbanın. İri doğramamın səbəbi də odur ki, tez yumuşalıb pişir. Xırda-xırda doğramanın nə mənası var? Onsuz da iri olduğu bilinmir pişəndən sonra. İndi bu dəfə şey edəcəm. Tamatsız pişirəcəm. Biz həm tamatla pişiririk, həm tamatsız edirik. Bu dəfə sadəcə azca düyü tökəcəm. Düyü çünki çox xoşlamır göyərtin içində yoldaşım. Az düyü tökəcəm, tamat tökməyəcəm. Elə bu cür pişirib qoyacam. Gətirək indi suya qoyaq. Anne dersim edin bana. Neden yapsın? İnşallah. Daha sakin. Gençlik hiç oldu gitti, dağıldı kalbim, uç oldu gitti. Büsbütün gençlik hiç oldu gitti, dağıldı kalbim, uç oldu gitti. Sevincim kederle hiç oldu gitti, değişti hayatım, döndü bir anlık. Sevincim kederle uç oldu gitti, değişti hayatım, döndü bir anlık. Cavanlık, cavanlık, ah o cavanlık. Cavanlık, cavanlık, oh o cavanlık. Cavanlık, cavanlık, ah o cavanlık. Cavanlık, cavanlık, oh o cavanlık. Hey! Şadlık, şenliğim yandı kederden. Ah nice tab etsin yüreğim bu derde. Şadlık,
gece tab etsin yüreği bu derde. Dert çekermiş insan hiç bu kadar da. Ay Allah kalmadı canımda canla. Dert çekermiş insan hiç bu kadar da. Ay Allah kalmadı canımda canla. Hey! Cavanlı, cavanlı, ah bu cavanlı. Cavanlı, cavanlı, ah bu cavanlı. Cavanlı, cavanlı, nadir cavanlı. Cavanlı, cavanlı, sakin cavanlı. Eşk olsun. Dile oynayam dersiniz. Hə? Yeni dile oynayam dersiniz. Yox, indi gedin dərsiniz, edin. Yoruldum. He yar. Gel ayak hadi. Gedin. Gel. Git bana. Şöyle. Hani mənim telefonum hala sizdeydi. Harada? Ha? Allah'ım Ayşe xanım. Ayşe xanım ne varsa? Kim bu onu ya? Çəkir mi o? He. Doğru desin sizin. Tamam. Tamam. Mən baxacağım gözəl olması qoyanı da elə yutulur. Güzelden güzel. He? Koy güzel koy güzel. Nə deyirsən? Koy. Yere güzel de koy. Qoyun mu? He. Və biz oynayırdıq ha. Ne olsun? Hı? Hadi başlattın mı? Nə deyirsən? Gəl baxacağım balam. Əgər gözəl olmasa qoymayacağım. Sağlasın. Amma gözəl bilmirsən. Ama güzel. Gəlsin, gəl, köçür dayandır, mənim telefonumu gətir. Ən xoşbəxt, ən sevincli günlərimdən biridir deyə bilərəm xanımlar. Mənim balalarım ara-ara mənə belə sürprizlər edirlər, gizli çəkiş edirlər. Mən də baxıram, əgər paylaşılasıdırsa da paylaşıram, paylaşılmayasıdırsa da paylaşmıram. İndi sağımda, solumda dayandılar ki, mama nə olar paylaşı ilə. Heç bir şey etmədik, sadəcə oynadıq, dedik, güldük. Baxdım, gördüm, yaxşıdır, paylaşmaq olar, ona görə də paylaşdım. Mən bu indi hal-hazırda izlədiyiniz səhnəni çəkənətən siz onu izləmiş olasınız. Üstündə zaps elədiyim muskaya fikir verməyin, sözlərinə də fikir verməyin. Çünki bilirsiniz, YouTube'da hər muskayı biz paylaşa bilmirik. Hər muskaya video yerləşdirə bilmirik. Bax, belə deyim. İcazə olmur. Tələfsizdir deyə bu muskayı yerləşdirdim. Bu da Sakit Səmədovun mahnısıdır. Çox da qəşəng oxuyur. Gülümüz, çiçəyimiz, yasəmənimiz. Ev inanırsınız, yasəmən qoxur. Çox qəşəng qoxusu var. Hər yeri götürübdür. Nəysə xanımlar, bu videomu burada sonlandırmaq istəyirəm. Sizlərlə sağollaşmaq istəyirəm. Nə qədər çəkdim bilmirəm. Yarısını atan montajladım. Yarısından azı qalıbdı. Onu da montajlayıb, hazırlayıb sizlər üçün paylaşacağım. Artıq saat 12-dir. Yoldaşım da gəlib, çəkərəyini də verdim. Artıq çıxıblar uşaqlar da, yoldaşım yuxarı uzanmağa. Mən isə burada görmüş olduğunuz kimi hələlik sizə video çəkirəm. Sağ olun, sağlıqla qalın, Allah'a əmanət olun.